Salam, hörmətli tamaşaçılar. Bugünkü qonağımız İntellekt Psixologiya Mərkəzinin rəhbəri Fərqanə Mehman qızıdır. Fərqanə xanım, xoş gəlmisiniz. Çox sağ olun. Zəhmət olmasa özünüz barədə bir qısa məlumat verin, fəaliyyətiniz istiqamətlərində davam edək. Mən psixoloqam və İntellekt Akademiyası Uşaq İnkişaf Mərkəzinin rəhbəri və təsisçisiyəm. Bugünkü uşaq və yeniyetmələrlə, eləcə də böyüklərlə ailə terapiyası və bunun qismində müəyyən problemlərin həllində iştirak eləyirəm. Bu çox gözəldir. Əslində yaşadığımız bu erada əsir tarixə psixologiya və informasiya əsri kimi daxil olur. Heç şübhəsiz ki, bu bugünkü mövzumuzda da öz əksini tapacaq. Axı nə üçün birdən-birə bütün bəşəriyyətdə, ailə dövlətlərdə və yaşadığımız ölkədə insanlar arasında daha çox rast gəldiyimiz yaş fərqindən asılı olmayaraq psixoloji pozuntular, narahatçılıqlar diqqəti cəlb edir və bundan xilas yolu axtarılır. Şübhəsiz ki, biz ilk növbədə bu insanlar üz tutur hara? Psixologiya mərkəzlərinə. Zəhmət olmasa öz mərkəzinin xətti ilə gördüyünüz işlər haqqında bir balaca məlumatlandırın tamaşaçılarımıza. Əslində bu gün doğrudan da psixoloji mərkəzlər artıb və psixoloqa ehtiyac artıb. Bəli. Mənə tez-tez valideynlər sual verirlər ki, niyə bu gün uşaqlarda davranış pozuntusu deyək, hər hansı bir nitqində problem deyək artıb? Niyə bu gün psixoloqlar çoxdur, amma əvvəl bizim dövrümüzdə belə şey yox idi və bu gün uşaqlarda dediyimiz travmalar əvvəl yox idi. Çox maraqlı sualdır. Amma biz harda səhv eləyirik? Biz valideyn olaraq harda səhv eləyirik? Yəni bunu araşdıraq. Baxın, baxmayaraq ki, mən psixoloji reabilitasiya mərkəzinin rəhbəriyəm, mən valideynlərə həmişə həqiqəti demək istəyirəm və bu gün harda səhv eləyirik? Baxın, gəlin baxaq əvvələ. Biz hansı cizgi filmlərə, hansı filmlərə baxırdıq, kino filmlərinə və yaxud da ki, cizgi filmlərinə uşaq üçün baxırdıq. Hansında ki, fikir versiniz, uşaq orada cizgi film qəhrəmanların nitqi açıq şəkildə özünü göstərirdi. Və orada fikir versiniz görərsiniz ki, cümlələrdə qısa, 2 sözdən ibarət, 2 hecalı, 1 hecalı mətnlər elə yığılırdı, diqqət edin. Amma indiki cizgi filmlərində belə bir səs gəlir. Belə bir səs gəlir. Və açıq, aydın nitq deyilən şey ümumiyyətlə nə açıq, nə qapalı yoxdur. Və ona görə də uşaq eşitmir, eşidə bilmədiyinə görə də nitqi inkişaf edə bilmir. Uşaq çünki hansı səsi eşidirsə, o səsi ifadə etməyə çalışır. Bundan əlavə, uşaqlar telefonla çox bir yerdədirlər və çox bir yerdə olduqları üçün nitqləri inkişaf eləmir. Telefon niyə bağlılıq yaradır? Çünki telefonda müxtəlif rənglərin, müxtəlif səslərin eyni anda diqqət cəlb etmə funksiyası var. Ona görə də uşaq telefona bağlanır və oradakı oyunlar, oradakı qalibiyyət. Biz bu gün telefonu uşaqdan alsaq, desək ki, artıq sən yəni telefondan asılılıq olmasın, telefonu alsaq bu mümkün deyil. Bəli, psixoloqlar deyir uşağı telefondan uzaq tut. Bu bugünkü dövrdə mümkün deyil. Yəni palavradan uzaq durmaqla, düzgün məntiqlə biz fikir yürütməliyik. Uşağı telefondan aldıq, uşağa qanunla 3 yaşına qədər ümumiyyətlə telefon olması daha yaxşı olar. Yəni bunu biz deyirik olmasın. Bunun üçün oyuncaqlar var, bunun üçün oyunlar var, oynamalıdır. Amma 3 yaşından sonra istəsə də istəməsə də ətrafındakı insanlar telefon var və bu oynayacaq telefonu. Telefonla oynamamaq üçün də nə etmək lazımdır? Uşağın əlindən telefonu alanda günə 1 və yaxud da 2 saat telefonla oynaya bilər. O da aramla, vaxtla. Və telefonla oynamasın deyənə onu telefonu alıb qırağa yox. Onunla sən oyunlar oynamalısan. Məntiqini, nitqini inkişaf edən oyunlar oynamalısan. Və onun baxdığı cizgi filmlərinə baxmalısan ki, nitqinin inkişafı üçün düzgün səs eşitsin ki, düzgün fikrini ifadə etsin. Bundan əlavə, bizim vaxtımızda o vaxtı disiplina var idi. Nəyə disiplina? Biz saat 5-ə 6-ya qədər bütün dərslərimizi etməliydik və evi təmiz saxlamalıydıq ki, həyətə düşə bilək. Baxın, həyətə düşəndə biz nə edirdik? 7 şüşə, indi hamının yadına düşəcək də efirdə. 7 şüşə ortada qaldı, voleybol oynuyorduk, cizlanqaç oynuyorduk. Və bu oyunlar bizə nə öyrədirdi? Xatırlayırsınızsa, bu oyunlar bizə komanda olmağı öyrədirdi. Bu oyunlar bizə qalibiyyəti öyrədirdi. Bu oyunlar bizə başqasının uğurunu qəbul etməyi və öz uğursuzluğumuzu qəbul etməyi öyrədirdi. Çox gözəldir. Yəqin dinləyicilər fikir verdi. Fərqanə xanımın çıxışında mən 3 məqama diqqət eləmənizi xahiş edirəm. Görürsüz, deyir ki, hər şey sadə, anlaşıqlı olmalıdır.
Vərdişlərə diqqət etməliyik və burada valideynin məsuliyyəti var və eyni zamanda cəmiyyətimizə bu sahəyə baxan insanların da görəcəyi işlər diqqət mərkəzində olmalıdır. Çox maraqlıdır, bizdə saysız hesabsız bugün mərkəzlər yaranır. Kifayət qədər, bəlkə də daha çox. İndi bir mütəxəssis kimi biz istəyərdik ki, Fərqanə xanım öz təkliflərini səsləndirsin, hansı ki o əlaqələr təşkilatları bizi eşidirlər, dinləyirlər. Valideynlər üçün də çox maraqlı olacaq sizin çıxışlarınız. Buyurun Fərqanə xanım. Baxın, psixoloji mərkəzlərə gedirsiniz, orada ödəniş ödəyirsiniz və yaşam koçları deyək, psixoloqlar deyək, sizə neyinir uşağınızı? O vaxt bayaq dediyim kimi, o vaxt səkinin qırağı ilə gedirdi, yadınızdadır. Baxın, bu uşaqda orientirovkanı tutmağı, diqqət dağınıqlığını qorumağını biz həyətdə öyrənirdik. Amma bu gün biz valideynlər ödəniş ödəyir. Psixoloji reabilitasiya mərkəzində taxtanın üstündə uşağı yeridirlər. Çünki biz o vaxt həyətdə eləyirdik, bu gün onun üstündə yeridirlər. Bu gün topla oynamağı psixoloji reabilitasiya mərkəzində aylıq ödəyirsiniz ki, o topla oynamağı müəllimə uşaqla topla oynasın. Halbuki biz onu həyətdə eləyirdik. Topla oynamaq, o qumla oynamaq, bu gün qumlarla oynanılır. Qumla oynamaq, topla oynamaq uşaqda kiçik motorikanın, bu biz barmaq ucları paduşkalar deyirik. Kiçik motorikanın inkişafı deməkdir. Bunlar döyülür və nitqə siqnallar gedir, nitqə cavab verən mərkəzlərə. Və biz bunu psixoloji mərkəzlərdə bu gün eləyirik. Amma biz əvvəl onu həyətdə oynayırdıq. Qumla oynayırdıq. Biz özgüvənimizi tutmağı öyrənirdik. Biz uduzmağı öyrənirdik. Biz komanda olmağı öyrənirdik. Biz dostumuza görə özümüzü fəda etməyi və bunun qiymətləndirməyi öyrənirdik. Bu gün isə bu oyunlar uşaqlarda yoxdur və biz gedirik psixoloji mərkəzlərə, ödəniş ödəyirik ki, bu uşaqlara bu ödənişlə bu şeyləri, bu oyunları oyna və mənim uşağımda inkişaf olsun. İstəyir məntiq inkişafı, istəyir nitq inkişafı. Bax, burada yenə bir maraqlı fikir çıxdı ortalığa görünməli tamaşaçılar. Hər bir uşağın həyata gəlməsi, doğulması, inkişafı, o mühitdə formalaşmasında bu ailənin üzərinə düşür. Bəli. Siz bilirsiniz ki, ailədə baş verən proseslər, yəni ata və ananın münasibətləri, onların öz evladına münasibətlər, daima onu diqqətli izləməsi. Bəzən görürüz ki, adicə bir qüsur olur uşaqda, psixoloji Psixoloji problem və qüsurlar. Amma vaxtında ona diqqət getirilməyəndə o daha da çətinləşir və artıq onu xilas olmaq yolu daha da çətin olur bizim üçün. Ona görə istərdim ki, biz bu işlərin həllində, yəni uşağın həm psixoloji probleminin həllində ailənin rolu haqqında siz deyəsiniz və vəzifələrimizdən danışaq. Ailə, biz həmişə deyirik, mən o vaxt 9-cu sinif oxuyanda İnsan və Cəmiyyət kitabı var idi. Bəli. Mən indiki valideynlərə deyərdim ki, o kitabı tapsınlar, oxusunlar. Yəni, o vaxtda oxumusunuz o heç. Bugünkü ağlınızla, bugünkü həyata baxışınızla o vərəqləri onu görəsiniz ki, nələri o kitabın olmamağı ilə bizim bugün gənclikdən, bugün uşaqlarımızdan, bugün bizim yeniyetmələrimizdən nələr aldıq. Ailə bir cəmiyyətdir, ailə bir dövlətdirsə, deməli, hüquqlarımız bir ola bilər, amma vəzifələrimiz ayrıdır. Bugün bizə qadın hüquqlarını aşılayırlar ki, qadınların hüquqları kişilərlə eynidir. Bəli, qadının hüququ kişi ilə eynidir, amma qadının vəzifəsi kişinin vəzifəsi ilə bir deyil. Kişinin vəzifəsi ayrıdır, qadının vəzifəsi ayrıdır. Və bunu ailə dəyərlərində, bizim mental dəyərlərdə həmən ailə başa düşsə, qəbul etsə, uşağa da yansıtsa ki, uşağı, hər bir insanın xarakterinin formalaşmasında ətrafdakı insanların bir-birinə və ona münasibəti uşağın, bir insanın xarakterini formalaşdırır. Və unutmayaq, onlar bir-birləri ilə necə yola getsə, uşaq da onlarla elə yola gedəcək. Çünki uşaq su içmək, su istəməyi kimdən öyrənir? Baxır ki, ana atadan necə su istəyir, ata anadan necə su istəyir. O da deməli öyrənir. Deməli, susuz deyəndə su istəmək qaydası belədir. Deməli, elə istəyir. Və biz cəmiyyətə sağlam şəxsiyyət, sağlam formalaşmış şəxsiyyət vermək üçün gərək özlərimizdə işləyək. Valideyn olmamışdan qabaq biz özümüz ailə olmağı öyrənirik. Bugün mən sonsuzluqda psixoloji faktorlarla işləyəndə ana olmaq istəyən qadınlarla sual verirəm. Siz niyə ana olmaq istəyirsiniz? Maraqlıdır da, sən niyə ana olmaq istəyirsən? Niyə bu qədər müalicə alırsan və bu qədər həvəs?
sualın qarşısında qadınlar susur. Evet. Ailə qurmalıyam, uşağım olsun. Bu öyrədilmiş ağıldır. Bu instinkt deyil. Evet. Bu öyrədilmiş ağıldır. Nə bilim, cəmaət nə deyər? Birdən ayrılaram, birdən məni boşayarlar. Bax, bu suallar ana olmaq, övlad dünyaya gətirməyin səbəbləri bu olduqca biz düzgün uşaq yetişdirə bilmərik. Elə bil həyatda ağac əkirik. Onu necə düzgün günün əyilmə vaxtı var, düzgün sulamaq vaxtı da var, becərmək. İndi bağbanlar daha yaxşı bilər. Onu necə dərmanlamaq vaxtı da var. Uşağın da disiplinanı qorumaq, düzgün vaxtı sıxmaq, düzgün vaxtı azadlıq verməyin özünün öz tərzi vaxtı var. Bunu öyrənmək lazımdır. Həqiqətən xanım, təşəkkür edirəm. Və indi əsas bizim danışdığımız mövzunun bəlkə də ən vacib nöqtəsinə toxunaq. Ailə bir dövlətdir və onun idarə olunması və burada ata-ananın və orada olan digər babanın, nənənin, qohuma hər birinin özünün rolu var. Bəli. O ailədə, o mühitdə niyə görə biz deyir ki, uşaq ailənin güzgüsüdür. Uşaq ailədə nə görürsə, deyir ki, ailəsə getmək lazım deyil. Uşağın görsən, çünki uşaq görürsə əgər ana ataya laqeyddir, o hörmət saxlanılmır və yaxud da ki, ən adi bir şey münaqişə ilə həll olursa, o uşağın izzəti qopur və o uşaqda iki hal formalaşır. Birinci, onun sağlamlığına təsir edir, ikinci vərdişinə. Deyir, yəqin belə etsəm olar. Bax, yenə də burada bizim müraciətimiz var. Həm valideynlərimizə, həm də ki, psixoloqlarımıza, pedaqoji heyətə. Çünki bütün cəmiyyətin xoşbəxtliyi sağlamlıqla bağlıdır. Sağlam evlad, sağlam cəmiyyət deməkdir. Sağlam qadın, sağlam demək cəmiyyət deməkdir. Sağlam düşüncə, insanın xilası deməkdir. Ona görə də çox faydalı bir işlə məşğul olduğuna görə təşəkkür edirəm. Və düzdür, bizim respublikamızda öz işini bilən, bacaran, maraqlı olan psixoloqlarımız çoxdur. Siz bilirsiniz ki, bu barədə mənim öz yanaşmam da vacibdir. Ona görə ki, mən bu işə çox maraqlıyam. Və istəyirəm ki, son olaraq sizdən bir mütəxəssis kimi həm psixoloqlu həmkarlarınıza, həm pedaqoqlara, çünki mən sizi iş yerində izləmişəm, məktəbdə çalışdığınız dövrdə. Yəni bu gün də hiss edirəm ki, uşaqlar ki, bizim bir psixoloqumuz var idi, indi o yoxdur. Əgər uşaqlar sizi niyə axtarırlar? Demək, ona görə axtarırlar ki, sizlə ünsiyyət onların yaddaşında qalıb və ona təsir olub. İndi istəyərdim ki, siz bu barədə öz fikirlərinizi deyəsiniz və son olaraq mən də öz fikrimi tamamlayım. Mən tələbə olanda bir dəfə bir kitabdan bir cümlə oxumuşdum. O unutmuşam hansı kitabdan, amma o cümləni mən heç vaxt unutmuram. Həmişə istifadə edirəm. Deyir, edir ata-analar, çəkir yazıq balalar. Bəli, bəli. O fikir mənim o qədər xoşuma gəlir və həyatda da o vaxt praktikam bu qədər yox idi. Praktikalar gördükcə, кейslər gördükcə görürəm ki, haqlı bir söz ifadəsidir. Və çalışın övladınızın qarşısına çıxan daşları siz ya təmizləyin, ya da ki, elə eləyin ki, sizin övladınızın qarşısına daş atılmasın. Kimi həyətdə oyun oynayırdıq, topla oynayırdıq. Biz uşaq olaraq nəyi öyrənirdik? Biz, baxın, top gəlir, diqqət dağınıqlığın və reflekslərimizi inkişaf elətdirdi. Bu gün uşaqlar bütün gün evdə oturur. Reflekslərini inkişaf etdirmirlər. Amma biz həyətdə oynayırdıq, qaçırdıq, tuturduq, reflekslərimizi inkişaf edir. Bu gün psixoloji mərkəzlər bizi ilə bunu eləyir. Reflekslərimizi inkişaf edirlər. Orientirovkamızı düzəltməyi öyrədirlər. Amma biz o vaxtı səkinin qırağı ilə yadınızdadırsa gedirdik və belə-belə gedirdik, orientirovkamızı düzəldirdik. Biz özümüzə nəzarət edirdik. Biz dost olmağı öyrənirdik. Biz cəmiyyətin bir parçası olmağı, cəmiyyət üçün olmağı və cəmiyyətdən biri olmağı öyrənirdik. Bu gün isə uşaq fərdi şəkildə böyüyür. Mən gedirəm, mən gəlirəm. Bu yox, bizdə vaxtı komanda var idi. Komanda olanda baxın, yadınızdadırsa gizlənqaçda, indi mən deyirəm efirdən yəqin ki, mənim yaşıdlarımın yadına düşür. Gizlənqaç oynayanda o zaman kim bizdən sürətli qaçırdısa, o tapılanda biz onun önünə keçirdik ki, o qaçsın, bizi xilas eləsin, amma mən yansam da olar. Yadınızdadırsa bu ifadə. Biz özümüzdən
savadlını, özümüzdən daha cəldi, özümüzdən daha yaxşını qəbul etməyi öyrənirdik və ona görə özümüzü fəda etməyi öyrənirdik. Amma bu gün uşaqlarda bir egoistlik, bir ego böyüdürük. Və bu gün deyirik ki, Avropa mədəniyyəti. Bu mənim çox belə diqqət elədiyim yerdir və altın cizərək deyirəm. Avropa azadlığı uşağa azadlıq verir. Yaxşı. Uşaq istədiyini danışa bilər dedikdə, bəs bizim etik dəyərlər hara getdi? Uşaq qışqıra bilər dedikdə, bəs qonşu o uşağa qarşı səsinə aqressiyası olsa necədir? O zaman gəlin belə eləyək. Bu azadlıq deyə bir düşüncəni araşdıraq. Azadlıq nədir? Bəs yaxşı, biz disiplina deyirik. Uşaq yerindən durdu, öz yerini yığmalıdır. Öz boşqabını yedi apardı, qoymalıdır mətbəxə. Uşaq öz əynini geyinməlidir, tökdüyü oyuncaqları yığmalıdır. Baxın, burada biz səhv edirik. Biz onun əvəzinə iş gördükcə artıq o uşaqda özgüvənsizlik yaranır. Çünki hər uşaq öz işini bacardıqca onda bir özgüvən olur. Afərin söz eşidir, özgüvən olur. Mən bacardım, mən eləyə bildim. Və onun ayaqqabısını nə qədər ki siz geyindirəsiniz, onda özgüvən olmayacaq. Nə qədər ki əynini siz geyindirəsiniz, onda özgüvən olmayacaq. Və məcbur olub psixoloqlara aparacaqsınız ki, onda süni şəkildə özgüvən yaradasınız. Amma halbuki bunun üçün münbit şərait var evdə. Və onu yenə deyirəm, uşağı psixoloqa, logopeda aparmamışdan qabaq bir baxın, harda biz səhv eləyirik? Hansı səhvlərimizi unutmadın? Bu gün deyirik ki, uşaqda aqressiya var. Əlbəttə sən əvvəldən disiplinanı qoyub uşağın aqressiyasını. Baxın, hər bir valideyn bilməlidir, övladına deməlidir. Bizim ailənin qanunları var. Bu bizim evin qanunlarıdır. Bu qanunlara səndə, məndə, hamıda tabe olmalıdır. Dediyim kimi hüquqlar birdir, vəzifələr ayrıdır. Sənin hər hansı bir fikrini sərbəst şəkildə ifadə etmək hüququn var. Amma sənin bunu bağıraraq valideyni və ifadə etmək hüququ, vəzifən yoxdur. Sənin vəzifən budur. Mənim vəzifəm budur. Və bu qaydalar çıxdığı zaman təbii ki, nə baş verir? Xaos ailədə baş verir. Sonra da gedirik ki, biz niyə psixoloqa getdik? Bu gün məktəblərdə psixoloq azdır. Evet. Düzdürmü? Bunu fiziki olaraq da başa düşürük. 2000 uşaqdır. Bir məktəbdə nə qədər uşaq olur? 1000, 1500, 2000 uşaq olur. Bu 2500, 2000 uşaq 4000 valideyn deməkdir. Bəli, daha da Bu bir psixoloq nə qədər çatdırsın? Bundan əlavə. Baxın, saat 8-də dərs başlayır, 1-də, 2-də bitir. Düzdürmü? 45 dəqiqəlik dərs və 5 dəqiqə arada məsafə. Bu psixoloq hansı vaxtı gəlsin uşaqla işləsin? Deməli, nə etmək lazımdır? Araya psixoloq fənni artırmaq lazım. Necə ki ədəbiyyat var, necə ki riyaziyyat var, necə ki idman var, elə də psixologiya fənni olmalıdır. Psixoloqu o zaman bizim psixoloqları heç boş işsiz qalmayacaq. Psixoloqlar gedib məktəbdə dərs deməlidir 45 dəqiqə və beləliklə biz nə edirik? Uşaqları psixoloq olaraq 45 dəqiqədə uşaqları tanıyırıq, onlarla qrup terapiyası eləyirik. Fərdi şəkildə problemləri olduğu zaman artıq fərdi şəkildə uşaqları daha yaxşı mənimsəyə bilirik və istədiyimiz ifadəni, istədiyimiz fikirləri uşaqlara təhtər şuurunu yeridə bilirik. Və bundan əlavə müavinlər var. Məktəbin direktorun müavinləri. Çox xahiş eləyərdim. Uşaqlarda bu gün hər hansı problem olanda bunu icra hakimiyyətinin diqqətinə çal. İcra hakimiyyətində çətin tərbiyə olunan uşaqlarla iş nümayəndəliyi var. Məktəbin işi elə çətin tərbiyə olunan uşaqların siyahısını ora verməkdir. Oranın da işi gedib o ailə ilə söhbət etməkdir ki, yəni sizin uşaqda problem var, niyə problem var? Ailənin necə deyirlər, atmosferin, ailənin havasını öyrənməkdir və məktəb psixoloqlar, hansı ki icra hakimiyyətinin nümayəndələri və ailə bir yerdə işləməlidir ki, o uşağın psixologiyasını və ailənin psixologiyasını və sağlam şəxsiyyət kimi formalaşmasında dəyərləndirsinlər. Təşəkkür edirəm. Çox gözəl. Bəli, bax bu günlərin bir daha diqqətə çatdırıldı bir mütəxəssis tərəfindən. Ailədə olan mühit, ailədə olan valideynlər öz uşaqlarına qayğına yanaşmalıdır. Onlara həyata hazırlanmalıdır. Bu onların borcudur. Nə qədər işimiz çox olsa belə o uşaqlar sabahların biz heç birimiz daim uşaqların yanında ola bilmərik. Zaman dəyişər və o uşaq gərək özünə güvənsin, özü bacarsın, özü etsin. Deyir ki, çünki insan o işi özü edəndə özü ona həm çox fərah alar, həm də davamlı olar. Əslində
İkinci bir məqamdan da yenə də bir maraqlı bir fikir söylənildi. Doğrudan da sözün həqiqi mənasında psixoloq fəaliyyətinin geniş imkan lazımdır. O mənada ki, onlar əsl köməkçidir. Valideyn üçün, məktəb üçün, cəmiyyət üçün və bu köməkçinin birgə toplamaq qabiliyyəti var ki, o insanları orada cəmləyə bilərik və birlikdə doğru bir fikir söylədi ki, məktəbdə xüsusi bir saatın ayrılması da önəm daşıyar. Biz demirik ki, xüsusi fənn olsun, məktəbdə fənlərin o bölüm qabiliyyəti var. Amma bir fakultativ hesabına mı, yaxud hansı bir saatın hesabınasa, biz psixoloqlar daha çox uşaqlarla kontaktda olsalar, həm də valideynlərlə. Məqsəd nədir? Sağlam uşaq, sağlam cəmiyyət, sağlam təhsil. Bax, bu üçlüyün birgə fəaliyyəti bizim Həm də ki, uşaqlara, əslində mən fənn də deyərdim, niyə əlavə olunmasın ki, psixologiya fənni uşaqlara etik dəyərlərdən danışacaq. Psixoloq, yəni müəllim, psixoloq müəllim uşaqlara etik dəyərlərdən, ailə dəyərlərdən, özünü, öz güvəni, özünü qavramadan danışacaq və insan psixologiyasından danışacaq, münasibətlərin psixologiyasından, ailənin psixologiyasından danışacaq və özü öyrətdikcə özü də uşaqları öyrənəcək və bizə artıq protokollaşdırılmış hər bir uşağın şəxsi işində psixoloq rəyi daha geniş və daha yaxından olacaq. Buna görə də düşünürəm ki, lazımdır. Daha sürətli, daha keyfiyyətli olması üçün yəqin ki, gələcəkdə bunlar inşallah alına bilər. Biz bunu arzu edirik. Hər birinə təşəkkür edirik bizi dinlədiyinizə görə. Fərqanə xanım, çox sağ olun. Sizə işinizə uğurlar arzulayırıq və sizin timsal həmkarlarınıza. Yəni siz ayrılmaz bu təhsilin bir üzvüsünüz. Sizə çox güvənlərimiz var, psixoloqlarımız. Çünki uşaqlarımızın gələcəyi məhz birgə fəaliyyətimiz aslında. Mən də Zəngəzur TV-yə öz təşəkkürümü bildirirəm, rəhbərliyə öz təşəkkürümü bildirirəm ki, valideynləri maarifləndirmək üçün belə verilişlər, belə qonaqlarımızı dəvət edirsiniz. Bəli, Zəngəzur TV-də sizin hər biriniz üçün açıqdır. Biz psixoloqları, pedaqoqları, valideynləri bura dəvət etmək istəyirik. Birgə fikir və məqsədimiz sağlam bir cəmiyyətin yaranmasıdır ki, biz onun hər birimiz bir üzvüyük. Hamınıza təşəkkür edirəm. Çox sağ olun, var olun.